Hamıya salam. Nəhayət uzun aradan sonra kamera qarşısına keçib YouTube videomu çəkirəm və çox həyəcanlıyam. Videomuza keçmədən öncə çox qısa şəkildə özümü təqdim edim. Mən Nuray Babazadə, 26 yaşım var, İqtisad Universitetini bitirmişəm və 7 illik aksesuar sahəsindəyəm. Niyə bu kanalı açdım deyə soruşsaz, uşaqlıqdan bəri mənim videolar izləməyə, editləməyə, çəkməyə marağım var və həmin marağım bugün məni bura gətirib. İkinci kanalı açmaqda məqsədim isə zaman-zaman öz hisslərimi, düşüncələrimi, təcrübələrimi sizinlə bölüşmək istədiyimdən dolayıdır. Və normal həyatda da çox mükəmməliyətçi biri olduğuma görə istəyirəm ki, bu kanal mənim o tərəfimi balanslaşdırsın. Çünki burada sizlərə mükəmməl bir iş təqdim etmək yerinə sanki bir dostumla söhbət edirmişəm kimi rahat şəkildə danışmaq istəyirəm. Və bu səbəbdən ola bilər ki, hər hansı bir yerdə cümlə və hərf səhv edə bilim. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız. İndi isə gəlin keçək videonun başlanğıcında gördüyünüz üzrə əsas mövzumuza. Necə oldu ki, kassir satıcıdan öz biznesimi qurdum. Sizinlə bu kanalda həm bu mövzu ilə bağlı, həm fərqli vloqlar və başqa mövzularla bağlı söhbətlər etmək istəyirəm və çox həyəcanlıyam. Ağlımda sizinlə danışıb bölüşmək istədiyim çox mövzu var. Ona görə dedim ki, ən yaxşısı gəlin elə bu kassir satıcıdan öz biznesimi necə qurdum, bu mövzu ilə başlayım və bölüm-bölüm sizlərə bu barədə məlumat verim. Ona görə də biz getməliyik bundan hardasa 10 il öncə mənim 16-17 yaşlarıma, hansı ki o vaxtda məktəbi yeni bitirmişdim. Universitetdə hazırlaşdığım dövrlərin heç birində mən qiyabi təhsillə bağlı düşünüm maraqlanmamışdım. Ancaq kodlaşdırma zamanı əyənin yanına qiyabini də yazdım və elə oldu ki, qiyabiyə düşdüm. Düzdür, bu xəbəri öyrəndiyim ilk 10-15 dəqiqəsində biraz qəribə hiss etdim. Çünki insan gözləmədiyi bir halla rastlaşanda onu həzm etməsi də zaman alır və mən açıq ora qiyabi qeyd etsəm də düşəcəyimi heç düşünmürdüm belə. Amma nə yaxşı ki, qiyabiyə düşdüm və nə yaxşı ki, bugün bu səhifəm var. Çünki əyəni oxusaydım çox güman ki, heç səhifəni açmağa belə vaxtım olmayacaqdı. Və qiyabiyə düşdüyümdən dolayı da mənim boş vaxtım çox oldu. Və mən də dedim ki, bunu dəyərləndirim, hər hansı bir işdə çalışıram, həm iş mühitini öyrənim, həm insanlarla işləyəm və elə oldu ki, məni evin yanında bir mağazada kassir olaraq işə qoydular. O vaxtda da mənim 17 yaşım var və ilk maaşımda sizə deyim ki, 100 neçə manat idi, baxın belə. İş saatımızsa xanımlar, düşünün, səhər 9-dan 10-dan axşam 11-ə kimi idi. Yəni səhər işə gəlirdim, bir də hava qaralanda işdən çıxırdım. Düzdür, uzun müddət işləməmişəm, cəmi 15 gün bir kassirlik təcrübəm olub, amma buna baxmayaraq mən kassir və satıcıların necə çətinliyi və əziyyətlə pul qazandığını birə-bir yaşayaraq, təcrübə edərək şahid olmuşam və ona görə də məni izləyən burada hal-hazırda kassir və ya satıcı xanım varsa, sizi çəkdiyiniz zəhmətə görə həqiqətən də alqışlayıram. Belə, mən başladım işə. Təbii ki, ətrafımda olan iş yoldaşlarımın hamısı yaşı məndən yüksək, fərqli bir iş ortamı və o dönəmlərdə, yəni kassir işlədiyim dönəmlərdə dediyim kimi evin yaxınlığında bir işə düzəlmişdim və mənim hazırlığa getdiyim yerlərdə elə həmin mağazaya yaxın idi. Orada mənim hazırlıq yoldaşlarım gəlirdi. Həmin dönəm, yəni 17 yaşlı Nuraya görə onlarla rastlaşmaq istəmədiyim bir dönəm idi. Çünki onlar istəmirdim ki, düşünsün ki, bu qız universitetə girmədimi, ya burada nə işi var, niyə kassir işləyir və s. Ona görə də onlar gəlib nəysə məhsul alanda, mən onları yola salanda o dönəm biraz qəribə hiss edirdim özümü və bu hal mənə xoş deyildi. Belə, sonra elə oldu ki, mənim artıq imtahanlarım başladı və mən işdən çıxmalı oldum. Sonra öyrəndim ki, sən demə mən nələrsə səhv eləmişəm kassada. Mənim maaşımdan tutdular və cəmi 80 ya 90 manat belə maaşımdan kəsilərək mənə pul verdilər. Bu mənim öz zəhmətimlə qazandığım ilk maaşım idi. İndi geriyə dönüb baxanda deyirəm ki, nə yaxşı məni satıcı və kassir olaraq ailəm icazə verib işləməyə. Çünki bu vaxta qədər gördüyüm və müşahidə etdiyim şey əksər ailələrdə odur ki, övladlarını satıcı və kassir işləməsinə icazə vermirlər. Sanki istəyirlər ki, təbii ki, hər kəsin seçimi, fikri fərqlidir, hamına da hörmətlə yanaşıram, amma istək daha çox bunun üzrədir ki, o ilk başdan yaxşı bir vəzifədə işləsin, yaxşı bir yerdə işləsin, yüksək bir maaş alsın. Amma bu dönəmdən keçmək də, xüsusilə də bu yaşlarda bir insan üçün çox yaxşı bir təcrübədir. Mənim həmişə inandığım bir söz var ki, öz şansınızı çalışın ki, özünüz yaradasınız.
Bu nə deməkdir? Yəni siz ola bilər ki, misal çəkirəm, kasıb bir ailədə böyümüsünüz və ya ola bilər ki, sizə ailəniz yönləndirir ki, sırf gedib bu işdə işləyəcəksən və yaxud ola bilər ki, siz istəmədiyiniz bir işdə işləyirsiniz və bununla da kifayətlənirsiniz. Necə ki, mənim işlədiyim yerlərdə məndən yaşca böyük və illərdir kassir satıcı olaraq işləyən insanlar olub. Burada demək istədiyim əsas qırmızı altına xətt çəkmək istədiyim cümlə odur ki, çalışın öz şansınızı özünüz yaradın və ailəniz belə olsa heç kəsdən heç nə gözləməyin. Yəni dayım gəlsin, məni işə düzəltsin, xalam mənə bunu eləsin, nə bilim atam məni işə düzəltsin, anam bunu eləsin və yaxud kimlərsə günahlandırmayan, atam o evi satmasaydı belə olardı, filan kəs məni bu işə qoysaydı belə olardı. Yəni heç kəsdən heç nə gözləməyin, nə də ki heç kəsi günahlandırmayın heç nəyə görə. Hər şey qoyursunuz bir qırağa və tək özünüzün olduğunu, hər işdən özünüzü yaxşı mənada qurtara biləcəyinizi düşünün. Bilmirəm, hal-hazırda fikrimi sizə nə dərəcədə düzgün çatdıra bilirəm ya yox, amma heç kəsdən ailəniz belə olsa heç nə gözləməyin, öz şansınızı özünüz yaradın. Dəfələrlə təkrar edirəm ki, həqiqətən də nə demək istədiyimi sözümün canını başa düşəsiniz. Ki, elə oldu ki, mən bu səfər imtahanlarım bitdi və ikinci işə başladım. İkinci işim isə 28-də idi. Orada isə ayaqqabı satıcısı olaraq işə başlamışdım və yenə o vaxtın maaşı 200 manat idi və iş saatı da səhər 9-10-dan axşam 11-ə kimi idi. Və həmin işimdə düşünün, oturmağa qəti şəkildə bu saat ərzində icazə yoxdur. Telefonlarımızı əlimizdən alıblar. Hətta işə gələr-gəlməz ilk öncə vitrinləri silib tozları almalıydınız, daha sonra isə işə başlamalıydınız. Düşünün, belə bir iş ortamıdır və telefonu da əlimizə ancaq nahar fasiləsində bir 15-20 dəqiqə verirdilər ya yox. Və bütün günü ayaq üstə gəlirdi müştərilər, hətta onlara ayaqqabısını belə geyindirməli idin, ekstra nazı ilə oynamalıydın və s. belə bir iş dönəmim olub və orada da yenə 15 gün işləmişəm. Yenə iş müddətimin, təcrübəmin az olmasına baxmayaraq, mən bu işlərin nə dərəcədə çətin olduğunun bir daha fərqinə vardım. Ona görə də sizdən xahiş edirəm ki, kassirlərə, satıcılara bacardığınız qədər anlayışla yanaşın və başa düşün ki, onlar həqiqətən də çox çətin rejimdə işləyirlər və mən hələ 15 gün işləmişəm, mənə bu qədər çətin gəlib. Düşünün, uzun müddət bu işdə işləyənlər var. Əlavə bir söz deməyə məncə ehtiyac yoxdur. Nəysə, başladım işə, korobkaları hazırlayırdıq, ayaqqabıları hazırlayırdıq, müştərilər gəlirdi, ayağına qədər geyindirirdi, hərənin bir nazı, oturmaq olmaz, telefonla oynamaq olmaz. Və təbii ki, o vaxtı 17-18 yaşında bir insan olaraq mən çox tez yoruldum və istirahət günüm də yoxdur. İşə yeni başlamışam və 10 gündə aralıqsız işləyirəm. Xatırlayıram ki, elə bir gün gəldi ki, mən nahar fasiləsində düşünün göz yaşımı saxlaya bilmirdim. Nəyə ağlayıram, niyə ağlayıram, heç özüm də bilmirəm, amma bədənim, canım o qədər yorulub ki, mən göz yaşımı saxlaya bilmirəm. Deyirəm ki, okey Nuray, bitdi, artıq nahar fasilən də bitib işə qayıtmalısan. Gəl ki, toparlaya bilmirdim özümü və mən gördüm ki, həqiqətən də mənim canım çox yorulub və yaxınlaşdım həmin gün axşamı. Müdürümüzə bildirdim ki, mənə icazə verin, xahiş edirəm bir gün mən istirahət edeyim. Çünki işləyə biləcək enerji və halda özümü hiss eləmirəm. Mental olaraq özümü yaxşı hiss eləmirəm. Bir gün mənə icazə verin, mən istirahət edeyim, özümü toparlayım və yenidən işə qayıdım. Amma qarşılığında aldığım cavab təəssüf ki, məni biraz məyus etdi. Çünki bildirdi ki, olmaz, hələ istirahətə çıxa bilmərəm, yenə işləməliyəm. Xatırlayıram, həmin gün axşam evdəkilər də evdə yox idi. Elə işdən çıxdım, evə çatdım və o qədər yorulmuşdum ki, evə çatar-çatmaz, yəni elə qapının ağzında da yıxılıb hönkür-hönkür ağlamağa başladım və dedim ki, artıq mən bacara bilmirəm, çox yorulurdum çünki. Elə oldu ki, axşam evdəkilərlə danışdım, dedim, məsələ budur, müdürdən də icazə istədim, o da mənə bir günü icazə vermədi, mən işdən çıxıram. İndi burada belə bir nöqtə var ki, mənim işdən çıxma lüksüm var idi. İşdən çıxma lüksü olmayanlar bəs necə? Belə və elə oldu ki, orada da artıq səhəri gün getdim, sağollaşdım və işləmədim. Amma istər kassir olaraq, istər satıcı olaraq bu 15 gün müddəti mənə çox təcrübə qazandırdı. İstər iş mühitinə öyrəşmək olsun, istər kollektivlə işləmək olsun, istər öz maaşımı
öz halal zəhmətimlə qazanmağın necə bir hiss olduğunu öyrənməyim olsun. Yəni çox səbəb saya bilərəm, çox mənə qatdığı təcrübələrdən bəhs edə bilərəm. Yəni imkanınız varsa özünüzü bu sahələrdə yoxlayıb inkişaf etdirin. Çünki çətini bilməyən, çətindən başlamayan gələcək zamanlarda qazandığı uğurun da belə deyim qədrini bilmirəm nə dərəcədə bilə bilər. Düzdür, hər kəsin düşüncələri, hissləri, həyata baxışı fərqlidir, amma nə yaxşı ki deyirəm, həm mən qiyabiyyət düşərək belə bir fürsətim olub ki, kassir və satıcı olaraq işləmişəm, həm də buradan bir daha alimə təşəkkür edirəm ki, mənim üçün belə bir imkan yaradıb, mənə icazə veriblər ki, mən bu sahələrdə işləyim, möhkəmlənim və belə təcrübələr qazanım. Yenə dərslərim bitdi, yenə mənim iş axtardığım bir dönəm gəldi. Amma elə oldu ki, artıq 3-cü işdə işləmədim. Necə oldu ki, öz səhifəmi açdım, bu işə necə başladım, onu sizə ikinci bölümdə danışacağım. İlk bölümdə hələ ki sizə ötürmək istədiyim bunlar idi. Ümid edirəm ki, kimlərəsə yaxşı mənada bu videolarım təsir göstərər. İlk demək istədiyim, çalışın ki, xüsusilə də təcrübəsizsizsə, gənc yaşdasızsa, çalışın ki, harda necə bir iş olmasından asılı olmayaraq öz zəhmətinizlə pul qazanmağın, öz pulunuzu xərcləməyin necə bir hiss olduğunu dadın, bu təcrübələri əldə edin. İkinci bir məsələ, heç kəsdən sizi gəlib qurtarmasını gözləməyin, kiminsə sizə işə düzəltməsini, kiminsə sizə nəyisə öyrətməsini gözləməyin. Sadəcə addım atın, irəliləyin, özünüzə inanın, əmin olun ki, siz addım atdıqdan sonra Allah sizə qapılar açacaq, o sizi yönləndirəcək, o deyir, su axar, yatağın tapar. Gücüm yanıma düşdü. Baxın, eyni o misal olur. Belə, əgər videom xoşunuza gəldisə, bilirsiniz ilk videomdur, mənə dəstək olaraq postun altına öz fikirlərinizi yazsanız, gələn dəfələrdə necə videolar paylaşmağımı istəsəniz, hər şeyi alta yaza bilərsiniz. Böyük bir səbirsizliklə oxuyacağım. Videomu izlədiyinizə görə çox təşəkkür edirəm. İkinci bölümdə görüşənədək hələlik.